Əziz möminlər, səsimi eşidən, xüsusilə gənc qardaşlarım, bacılarım, sizdən təvəqqi ricamız budur ki, çalışın, məlumatlı olun, çalışın, kitab oxuyun, çalışın, zəngin bilgilərə sahiblənin. Əgər biz təfəkkür üzündən məzhəbimizi mənimsəməsək, bu bənziyir kökü zəif olan ağaca, biraz külək əksə, laxlasa onu aşıracaq. Bu günləri məzhəbini dəyişənlər, müxtəlif təriqətlərə, məzhəblərə düşənlər bilirsinizmi niyə düşür? Çünki həmin o ağacın kökü, bünövrəsi möhkəm deyil. Biraz külək əsəndə, yağış yağanda, dibi boşalanda görsən əyilir. Biraz əyiləndən, zəif olandan sonra tamamilə aşırır. Ona görə din və məzhəbimizi biz təfəkkür və idrak əsasında mənimsəməliyik. Ona görə biz Əhl-i Beytin məktəbini, onun marifini, elmi və təfəkkürü baxımdan yiyələnməliyik və sahiblənməliyik.